bilir, amma insanlıq üçün gizli saxlayır. Maraqlıdır ki, tarixin hər dönəmində əhd sandığını axtaranların çoxu müəmmalı şəkildə yoxa çıxıb. Bəlkə bu sadəcə bir əfsanədir, ya da doğrudan da Tanrı tərəfindən qorunan toxunulmaz bir varlıqdır. Bəzi alimlər hesab edir ki, əhd sandığı sadəcə dini bir simvol deyil, qədim dövrlərdə mövcud olan elektrik və ya enerji cihazı ola bilər. Qızıl material, içindəki müqəddəs lövhələr və struktur, bəlkə də o zaman üçün inanılmaz bir texnologiyanın izləridir. Digərləri isə o sandıq Tanrının enerjisini daşıyırdı. Ona görə də kim izinsiz yaxınlaşardısa, həyatını itirirdi. Tarix boyu bu iddialar arasında bir sual dəyişməyib. Əgər əhd sandığı həqiqətən tapılsa, insanlıq onu qəbul etməyə hazırdırmı? Bəlkə də əhd